He dostlar, Lasran ömrünü kendinden hər kəs salmaram. Hər vaxtınız xeyir olsun deyirəm. Bugün mən çəkəsi olduğum video iyun ayının 10'u 2025-ci ildir. Kəndimizin içində belə bir yenə dağılmış evin videosunu çəkirəm. Bu ev Həsənov Həsən kişiyə aiddir. Həsənov Həsən rəhmətə gedib. Həmçinin yoldaşı Samaya xala rəhmətə gedib. Allah hər şeyə rəhmət eləsin. Yerdə qalanlara can sağlığı. Ermənilər buraya ayak basan kimi bax görünür ki evin dağıntısı nə vəziyyətdədir. Mən bunu kənar yerdən çəkirəm ki hər tərəfli düşsün. Ev çox böyük ev olub, 2 mərtəbəli, həm də yəni 2 mərtəbəli olmağına baxmayaraq sahəsi də böyük ev olub, ancaq evin indi görünür ki hər yeri dağıdıblar. Mən də yaxınlaşıram evə, evin lap ön hissəsindən sizə tam dəqiqliklə çəkeyim, göstərim. Evin buradan girişindən bax belə mən əvvəlki videolarımda çəkdiyim kimi göstərirəm. Bax küçə daşların siz baxın görün ki deməli alətin o olmadığı bir vaxtda ev necə gözəllikdə, bax nə şəkildə düzəlib tikilmiş olur. Sonra keçirəm buradan birinci mərtəbədən sizə bax belə göstərirəm. Qapı, pəncərə, hamısı bu ikisi pəncərə olub. Sonra buradan qapı girəcəkdir. Evin heç bir deməli pəncərəsindən qapısı tanınmaz vəziyyətə düşür. Bu evin ön hissədən birinci otağıdır. Arxadan otağı mən çalışacağım arkadaş. Otağı da sizə dəqiqlindən çəkeyim. Biraz yenə hər tərəfdə otdur. Bu gizlişən adamı dalayır, ancaq yenə mən qabağa gedim biraz. Bax belə. Bura qapıdır. Qapı olan yer belə indi salamat qalıb. Yəni ev dağılsa da bu daşlar möhkəm daşdır. Tam dəqiqliklə, ustaqla düzəldiyinə görə salamat qalıb. O yuxarıdan formaya görə bax belə bu üsulda qara daşla, qiymətli daşla düzəlir. Sonra sol tərəfdən 2 dənə yanbayan pəncərədir. Bunlar da tağ şəkildə çox gözəl ustalıqla bax belə düzəlmiş olub. İndi biraz da qabağa arkadaki otaq ev belə tam təmirli olmasa da bura birinci mərtəbə olubdur. Bax görükür soldan yan divar görükür ki evin malası tam vurulu vəziyyətdə olubdur. Yəni bu ev təmirli olubdur. İstər ikinci mərtəbə, istər birinci mərtəbə. Sonra evə mən buradan bir dənə şeyi aydınlaşdırım ki bax belə evə od verilib, yanılıb. Bax evin oradan qoyulan taxta hissələri görüşür. Tamamilə ev yandırılıb. Ev yandırıla görə hər şey usulub dağılıbdır. Evin yuxarıdan 2-ci mərtəbəsi bax belə görüşür. Tam təmiz olub. Boyadır, bilmirəm nə olubsa o alovun üstünün deməli gücü ilə hər şey yanılıb, yandırılıb, dökülüb. Mən çox çətindir yerimək biraz. Evdə dağıntı çoxdur, böyükdür. Sonra buradan ikinci sağ tərəfdən mən çalışım ön tərəfə keçim. Bunun qapısı bilinmir, yəqin ki bu hissədən olubdur qapı girəcəyi. Bu biri tərəfdən 2 dənə yanbayan pəncərələrdirlər. Pəncərənin başından yanğın güclü olduğu üçün bax belə görüşür. Yanğın izi görüşür, bilinir. Pəncərənin başında taxtalar olub, həmçinin taxtalar yanığı yerində durur. Sonra bura mən pəncərədən qalxıram. Bir dənə bu ağac, bu bizdə ağacaqayın ağac deyirlər, meşə materialıdır. Meşə materialıdır. Ağacın deməli bura ermənilərin ayaq basan gündən ola bilsin ki bu ev yandırılıb, dağılıb da. Ona görə də evin içindən çıxan ağacı bax gövdəsini siz görürsünüz. Bax belə mən tam aydınlı şəkildə göstərirəm. Hündürü 2-ci mərtəbəni biraz da yuxarı keçib. Yəni buradan tam dəqiq göstərmir, ancaq yəqin ki kənardan çəkəcəm, görüşəcəkdir. Sonra bu birdən yenə vən ağacı yenə bir dənə bitib. Bura böyükdür. Buradan da yenə 2-ci mərtəbənin mil yerləri bax belə görükür. Hamısı yandığına yanığın güclü olduğundan bütün
millerin tam axıra kadar yandığı görsənir, ancaq biraz da olsa orada izi qalır. Mən də çıxıram biraz bayıra, bayırdan görüm nə çəkə bilirəm bu bağdan, bu məhəllənin yan hissəsindən. Bağı çəkməmişdən əvvəl yenə də mən bu yan divar tam salamat şəkildə qalır. Bir dənə bu yan divar. Burada da bax belə küçə daşları tam dəyərli görsənir, axıra qədər salamat qalır. Bir dənə bu evdən arxa divardır, bir də bu yan divardır salamat qalan. Vəssalam. İndi bu evin burada bağı olubdu, ancaq bağdan elə bir şey qalmayıb. Bir dənə burada qızıl güldür. Bu bağdan qalan. Sonra qızıl gül yox, bu itburnudur. İtburnudur. Arkada da bir dənə itburnu böyük oldu. Ancaq bağ yerindən heç nə yoxdur. Bağ yerindən heç nə yoxdur, ancaq məhəllənin girişindən oradan mən sizə göstərmədim. Bir dənə alma ağacı qalır. Bir dənə bu alma ağacı qalır. İndi mən çıxıram yuxarı 2-ci mərtəbəyə, görüm orada nəsə eləyə bilsəm əgər, oradan da mən biraz çəkiliş eləyim. Bura bu evin yəqin ki mətbəx olub, yadımda deyil. Bu evin mətbəx olub yəqin ki, mən də buradan qalxıram pilləkənə. Buradan düzdür, seçmək bunu mümkün deyil. Az olsa sizə göstərim. Qapının başı yanğın güclü olduğu üçün daş da buradan düşüb bir dənə, yəni küçə daşları. Bu da ki üst evin 2-ci mərtəbənin girişidir, giriş qapıdır. Bax buradan nə hündürlüyündə yerdə durmuşam mən 2-ci mərtəbədir. Ağac da bundan hələ biraz da hündürdə yuxarıdadır. Bu evin vəziyyəti bu yerdədir. Pilləkən də tamamilə yox vəziyyətindədir. Yoxdur pilləkən. Bir də burada bir dənə mən ağac kötüyünə rast gəlmişəm. Demək bu həyətlərində olan bir dənə böyük tut ağacı idi. Ağac bax belə kəsilib, doğranıb, məhv edib, olunur. Bax bu da 2-ci bir kötük, tut ağacının kötüyüdür. Bax iri gövdəli tut ağacı. Ermənilər hara ayaq atıblarsa, hara gediblərsə, bax bu cür dağıntılarla, bu cür belə mərdəmazatçılarla, bax bu işlərlə məşğul olurlar. O cümlədən bax bu evə də bax bu cür qəsd ediblər, elə bil ki bu evi məhv ediblər. Rəhmətli Həsən dayının da evindən bu qədər. Xəttə qalın, inşallah videonun davamı gələcək. Videonu izlədiyiniz üçün hər kəsə rəhmətli Həsən dayının da evindən bu qədər. Xəttə qalın, inşallah videonun davamı gələcək. Videonu izlədiyiniz üçün hər kəsə təşəkkür ederim. Sağ olun, var olun.